Ermənistanda siyasi, sosial, iqtisadi, mənəvi, mədəni, hərbi bütün sahələrin düzəlməsini kimsə istəyirsə Ermənistanda, əgər belə bir adam varsa, onda dərhal birinci növbədə, ilkin etapda 300 min Azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmasını təmin etməlidir. Çünki 300 min Azərbaycanlı söhbət 88-ci ildə ilkin mərhələdə onların köçməsi lazımdır. Qaytarılması yolu ilə onlar siyasi balansı da yarada biləcəklər ölkədə. Oradakı Azərbaycanlıların siyasi həyatda iştirakı, parlamentdə iştirakı sağlam mübarizə gətirə bilər. Digər tərəfdən iqtisadi balansı da tənzimləyə bilər, iqtisadi münasibətlərdə də böyük rol oynaya bilər və İrəvan qazılığının öz tarixi ünvanına qayıtması ilə erməni kilsəsinin indi tutduğu hegemon mövqeyinin ikinci plana keçməsi və yaxud da nisbətən azaldılması məsələsini sürətləndirə bilər. Bununla da Ermənistan cəmiyyətini sağaltmış olar. Çünki erməni kilsəsinin ən böyük təhlükəsi onun dini təbliğat aparmasında deyil, qətiyyən. Artıq mxitaristlərdən başlayaraq erməni kilsəsi dini ocaqdan, Allah evindən çoxdan çıxıbdır. Ora çevrilib şeytan yuvasına, terror mərkəzinə və türklərə qarşı, bəşəriyyətə qarşı, insanlığa qarşı böyük cinayətlərin planlarının, xəritələrinin cızıldığı bir məkana. Mən tarixi belə varaqlamaq niyyətində deyiləm, amma elə 18-ci ildə də, elə 1905-6-cı illərdə Hovannes Tumanyanın məktubları durur. Bütün Qərbi Azərbaycan, Anadolu, Zəngəzur və Qarabağ ərazisində, Naxçıvan ərazisində, hətta Güney Azərbaycan ərazisində baş verən türk qətliamlarında, yəni ermənilərin türk millətinə mənsub olan şəxslərə qarşı xüsusi qəddarlıqla qətliam törətməsinin fitvası həmən kilsələrdən verilibdir. İstər Türkiyə ərazisində yerləşən Kilikiya mərkəzi olmaqla oradakı kilsədən, istərsə də Eçmiədzin, yəni 3 kilsə, 3 məzin dediyimiz ərazidə yerləşən katolikosluqdan verilib bu sifarişlər, bu planlar və bunun parlaq nümunəsi də artıq əlimizdə sübutlar da var. Bakı kilsəsini hətta belə Rus imperiyasının, imperatorunun qərarı ilə məhz təxribatlara görə bağlanması faktı var. Bunu da biz yazmırıq, bunu Rus mənbəyi yazır. Və 88-ci ildə də elə həmən Qarigendən öncə Vazgen II çox ciddi şəkildə birinci idi, yox, Vazgen birinci idi. Vazgen birinci çox ciddi şəkildə anti-Azərbaycan, anti-Türkiyə təbliğatının başında durmuşdu və indiki qanunvericilikdə erməni kilsəsinə verilən statusunda müəllif